Münhen Ali Əyalət Məhkəməsi keçmiş deputat Aksel Fisherin dəfələrlə məhkəməyə gəlməməsini əsas gətirərək onun barəsində həbs qərarı çıxarıb və o, Bad Säckingdəki klinikadan həkim nəzarəti altında Münhenə gətirilib. Fisher Ali Əyalət Məhkəməsində Azərbaycandan rüşvət almaqda ittiham olunur, lakin məhkəmədə günahsız olduğunu və Azərbaycanla bağlı mövqelərinə görə heç bir ödəniş almadığını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsində Altay Göyüşov barəsində açılmış cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Altay Göyüşov dövlət əleyhinə yönələn açıq çağırışlar maddəsi ilə ittiham olunur və fevralın 23-də Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində qiyabi həbs qəti imkan tədbiri seçilib. Sonradan qərara dəyişiklik edilərək Göyüşovun təqsirləndirilən şəxs qismində işə cəlb olunması rəsmiləşdirilib. İsrail hərbi kəşfiyyatı Sepahın raket təlimlərinin real hücuma hazırlıq məqsədi daşıya biləcəyi ilə bağlı ABŞ-ni xəbərdar edib. ABŞ kəşfiyyatı isə hələlik İranın hərbi əməliyyata başlamaq niyyətinə dair konkret əlamətlər görmədiyini bildirib.